Hansı biriniz çıxıb bunun kitabını nəfi etmişsiniz? Hansı bir kitabı demişsə bu kitab küfürdür. Bu kitabın hər kəlməsi küfürdür. Bunu oxumayın. Biz bu kitabdan bəriyik. Kitabı yazandan bəriyik. Onun bütün kitablarından bəriyik. Nə vaxt demişsiniz? İlk öncə bu Nuri Təbərisinin yazdığı kitaba fikrimi bildirim Allahın izni ilə. Şeyx Muhammed Zavad Bəlaği Əlur-Rahman fil Təfsirül Quran kitabında açıq mövqeyi olub ki, Quran-Kərimdə nə artıma, nə də azaltma, nə də dəyişiklik olmuşdur. Aydın. Daha sonra Şeyx Muhammed Hüseyn Kəşfül Qita Şiəliyin əsası və əqidə prinsipləri adlı kitabında Quranın təhrifinə inanmaq Şiə məzhəbinə atılmış bəhtandır demişdir. Əlləmə Seyyid Muhammed Hüseyn Təbətabai Əl-Mizan Quran təfsiri kitabında qeyd edib ki, təhrif iddiası ağla, Qurana və icmaya ziddir. Ayətullah Əbul-Qasım Əl-Xoyi Quran təfsirinə giriş Əl-Bəyanda açıq ifadə ilə buyurub ki, təhrif iddiasına dair bütün rəvayətlər ya zəifdir, ya da uydurmadır. Daha sonra müstəhid olan Xomeyni Üsul elmin təmzillənməsi kitabında, yəni Təhzibul Usul kitabında açıq mövqedə buyurub ki, Quran-ı Kərim toxunulmazdır və heç vaxt təhrif olmayıb. Yəni bütün Şiənin mərciləri Ayətullah Sistani olsun, Vəhid Xurasani olsun, Mekarim Şirazi olsun, hamısı yekdilliklə deyiblər ki, Quranda təhrif yoxdur. Yenə təkrar edirəm, Şeyx Muhammed Zavad Bəlaği açıq şəkildə buyurub ki, Nuri Təbərisinin gətirdiyi rəvayətlər zəif və etibarsızdır. Şeyx Muhammed Hüseyn Kəşfül Qita Fəslül Xitaba şəxsi səhv adlandırır. Yəni bu kitab səhvdir. Aydın. Əlləmə Təbətabai Nuri Təbərisinin kitabına elmi etibardan asılır yazılır. Yəni elmi etibardan salır yazıb o kitabı. Yəni alimlərin çox sözlərini oxuyaram. Və çoxlu nəqillər gətirərəm ki, o kitab bizdə mötəbər deyil. Yəni bir alim bir kitab yazırsa o deməkdir ki, o əqidədəndir. Yəni Mürşid bəy, mən də sizə bir şey xatırladım ki, alimin səhvi məzhəbin əqidəsi deyil. Aydın? Alimin səhvi olaraq qalar. Məzhəbin əqidəsinin deyil. Əgər bir alim kitab yazıbsa, bu məzhəbin əqidəsi demək deyil. Və ikinci olaraq bir şey deyim. Sünni kitablarında da təhrif rəvayətləri var. Buxari və Müslimdə olan bu rəvayətlərə görə siz də təhrifə inanırsınızmı? Yəni Buxaridə rəcm ayəsi oxunurdu, sonra qaldırıldı məsələsi var. Müslimdə Əhzab surəsinin Bəqərə qədər idi ifadəsi var. Səutidə Əl-İtqanda onlarla itmiş ayə rəvayətləri var. Yəni əgər bu rəvayətlərə görə Şiə təhrifə inanırsa, siz də inanmış olursunuz. Şiə əqidəsi üsul kitablarındandır. Tək fərdin kitablarından deyil, Mürşid bəy. Şiə əqidəsi Təcridül İtiqad, Bab-ı Hadi Əşər, Əqaid kitablarındandır. Fəslül Xitabdan yox.